Salam değerli izləyicilər, avtomobil sürücüləri və hamının yaşadığı o problem. Ona görə deyirəm ki, hamının yaşadığı o problem. Çünki bu problemi hamı yaşayır və mənim birbaşa buradan sözüm icbari sığorta bürosunadır. Hansı ki, sığortanın vaxtı bir saniyə belə keçsə belə şappıltı ilə bizə cərimə gəlir oradan. Boş-boşuna biz cərimə ödəmiş oluruq və son vaxtlarda telefona SMS gəlmir ki, artıq sizin sığorta vaxtınıza 10 gün qalıb və yaxud 5 gün qalıb. Bu da sizin deyəsən yeni metodunuzdur. Bir. İkincisi, mən harasa 4 avtomobil bundan qabaq avtomobil satmışam. Onu satan vaxtı ay yarım sığortasının vaxtına qalmışdı və həmin sığortanın vaxtı bitməyib deyə həmin avtomobilin sahibi alan gedib hadisə törədib, mənim xəbərim yoxdur və mən yeni aldığım avtomobilə mənə sığorta artıq hesablanır. Bu necə bir sistemdir axı? Bu sistemi bir dənə izah edin görək bizə. Niyə görə mən artıq bu o dəfə güzəştə getdim dedim eybi yox, cəhənnəmə olsun. Getdim 225 manat ödədim. Sizin bu yeni metodunuzda deyəcək ki, cəhənnəmə deyib getməyəcək, qaçmayacaq o işin dalına. Çünki mən getməliyəm, niyə etməliyəm? Avtomobili çıxartmalıyam, salmalıyam başqasının adına. Təzədən ona sığorta almalıyam, o mənə davenus verməlidir və mən avtomobili sürməliyəm. Burada nə baş verir? Burada baş verir ki, sürücü deyəcək ki, işimi gücüm tutulub getməyəcəm, cəhənnəmə yavaş-yavaş ödəyəcəm də. Yəni ki, 90 manat əvəzinə, 100 manat əvəzinə biz 225 manat ötəndə və vermişəm, indi də sığortanı eləmək istəyirəm 250 manatdır. Bunu bir dənə izah edin görək, bu nə olan şeydir axı? Bu nətər qurumdur, bu nətər sistemdir axı?